Axşamı seanslarının müəbbinizi, təbrik edirəm futbolçularımı. Yaxşı oyun göstərdilər və vacib işğal oldu. Və hər iki komanda hazırlıqçılarına təşəkkür edirəm. Buyurun, suallarımızı keçə bilərik. Buyurun. Təbii ki, heyətdə bəzi dəyişikliklər vardı və bunlar uğurlu aldı, xüsusilə qurbanına bağlı. Əsas hansı məqamlar oldu bu heyətdə strateji müəyyənləşdirək? Futbolçuların hazırlığına görə yəni belə bir addım atdıq. Yəni bəzi rotasiyalar lazım idi, çünki çox futbolçular yəni sıx qrafikdə oynayırdılar və əvvəlki oyunun göstəricilərinə görə bəzi oyuncuların yorğunçuluğu çox idi. Hansı ki, bəzi futbolçular vardı. Hansı ki, maksimal sürətdə biraz göstəricilər yuxarı biraz ehtiyat elədik. Çünki hələ yenə 3 gündən sonra bir oyun, sonra yenə 3 gündən sonra bir oyun, 4 gündən sonra bir oyun. Ona görə biraz bəzi rotasiyalar elədik. Onunla belə həm də ki, futbolçular yaxşı məşq edirlər, hazırlaşırdılar, belə özlərini yaxşı həyatını göstərmək istəyirdilər. Buyurun. Həmişə Neftçi ilə oyun qabağı qeyd edirsiniz ki, Neftçi ilə oyun başqa hazırlıq falan. Son günlərin gərginliyi fonunda komandanın bu oyuna və qarşıdakı oyuna Neftçi ilə hazırlaşdırmaq əlavə bir enerji, güc tələb edir yoxsa? Düzü hazırlaşmağa bir elə vaxtımız da olmurdu. Demək olar ki, cəmi tam komanda şəklində bir məşqimiz oldu. Dünən, yəni oyun öncəsi məşq oldu. Hazırlıq oldu. Mən belə Neftçiyə qarşı oynamağa həmişə futbolçulara bir o qədər əlavə motivasiya vermək lazım olmur. Yəni, çünki həm bu gözəl stadionda, həm komandaya qarşı ümumiyyətcə həmişə demək olar ki, xoşla oynamağa. Azərbaycanlılar üçün yaxşı oyunlar olur həmişə. Futbolçular üçün özlərini yaxşı tərəfdən göstərmək üçün böyük bir şanslar olur. Onunla belə yəni vacib olan indi bundan sonraki oyunda hansı ki, ona biz komandanı düzgün hazırlaya biləcəyik, bilməyəcəyik. Biraz böyük hesablı qalibiyyət ola bilər ki, futbolçularda hansısa bir rahatçılıq versin və məncə bəlkə bu oyunu hazırlamaq digər oyunlardan mənim üçün çətin olacaq. Qarşıdakı oyunu hazırlamaq. Buyurun. Sual yoxsa çox sağ olun. Sağ olun. Çox sağ olun.